Əsl vitamin D barədə danışmağın mövsümüdür. 1 yaşından 18 yaşına qədər bütün uşaqların 400-600 beynəlxalq vahid vitamin D qəbul etmələri profilaktik doza olaraq arzu olunandır. Xüsusilə də qapalı mühitdə böyüyən, günəş şüası az görən, zəif qidalanan, tünd dərli uşaqlar diqqətdə olmalıdırlar. Amma qeyd edim ki, hər uşaqda qanda vitamin D yoxlamağa ehtiyac yoxdur. Hətta müalicə dozası aldıqdan sonra kontrol məqsədi ilə də qanda vitamin D yoxlamaq məqsədə uyğun hesab olunmur. Vitamin D günün birinci yarısında qəbul olunmalıdır. Əgər unudularsa günün istənilən saatında ya yeməyə qatıb vermək olar və yaxud da birbaşa dilin üzərinə töküb vermək olar. Çox müxtəlif vitamin D-lər var. Dozasına mütləq baxmaq lazımdır ki, aşırı dozalanmadan qaçaq. Bundan əlavə qeyd etmək istəyirəm ki, vitamin D yalnız özü verilə bilər. Çoxlu məlumatlar var ki, maqneziumsuz sorulmur, sinksiz sorulmur, kalsium vermək lazımdır və s. Bunlar doğru məlumatlar deyil. Xüsusi hallarda kalsium həkim tərəfindən təyin oluna bilər, amma ümumən profilaktik doza üçün əlavə heç bir maddəyə ehtiyac yoxdur və qanda vitamin D-nin 25 nanomoydan aşağı olması defitsit hesab olunur. 25-30 arası, bir qədər 25-dən aşağı olması qış mövsümü üçün xarakterlikdir. Belə hallarda müalicəvi doza deyil, profilaktik doza ilə kifayətlənmək olar.